Təsəvvür edin, bu günlərim insanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir. Sonra pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən elə olur ki, əsəbləri korlanır. Nəyi dəyişir? 52 həftə var ildə. Bu günlərim Azərbaycanın özündə 2000-dən çox məscidimiz var. Hər məscidə cümə günü təsəvvür edin 100 nəfər gəlsə, 200 min nəfər eləyir. Bu ölkəmizə və yaxud da həmin yerdə, bölgədə yaşayanlara bir faydası varmı? Sənin fikirlərinlə tanış olanda, oxuyanda, dinləyəndə səni, məndə açıq belə bir təsəvvür yaranır ki, Elşad Miri hesab edir ki, o məzhəbçilik girdabına düşmüş kütlədən elə ateistlər yaxşıdır. Amerika təsəvvür edin, məni dəfələrlə çağırır, səfiri çağırır, görüşür, YouTube kanalımı analiz edirlər, adamlar dəhşətə gəlirsiniz. Mənim özü ölkəmdəki, mənim bu insanlarım, eyni dili danışdığım, eyni ənənəni yaşadığım, eyni yerdə böyüdüyüm insanlar məni düşmən elan edir, kitabımı qadağan edir, heç kimin də oxumasına şərait yaratmır və heç bir məsələn təşkilatımın da qurulmasına imkan vermirlər. Budur mu sənin anlayış?